Azərbaycanda idman balıqçılığının inkişafı üçün 25-26 aprel tarixlərində 4-cü Odlar Yurdu Beynəlxalq Surf Casting turniri keçirilib. Turnir çərçivəsində ölkəmizə Türkiyə, İtaliya, Polşa, Mərakeş, Yunanistan və Tunisdən idmançı balıqçılar təşrif buyurublar. Turnirin açılışında bir çox rəsmlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Bakı Balıqçılar Sualtı Ovçular Klubu artıq 4-cü beynəlxalq turnirini keçirdir. Bu surf casting üzrədir. Surf casting sahildən dalğa arxasından balıq yaxalamaqdır, tutmaqdır. Yəni bunun hər bir ölkənin, hər bir dənizin öz dalğası var, gəliri. Məsələn, biri 3 metrdə də ola bilər, 80 metrdə də ola bilər. Bu surf castingdir. Balıqçılığın bir çox növləri var. Carp fishing. Biz əsas 4-cü beynəlxalq surf casting turniri keçiririk. Və bununla bağlı biz 7 ölkə arasında ICFC var, International Surf Casting Federation təşkilatı var. O təşkilatın 7 üzvündən biriyik ki, o ölkəyə daxildir Türkiyə, Tunis, Mərakeş, İrlandiya, Polşa, Yunanistan, İtaliya. Bunlar daxil və onlarla eyni hüquqa malik. Bu bizim uğurumuzdur. Gənclər və İdman Naziri Fərid Qayıbov bugün təşrif buyurdu bizə və o bizə çox qürur vericidir. Turnirdə bir sıra ölkələrdən idmançılar iştirak eləmişdilər. Qaliblərin adlarına aydınlıq gətirilib. Deməli, qeyd edək ki, bunlar Jalə Umudova, Ebru Koç, Mehdi Mehdiyev, Raul Mehdiyev, Kürşat Yılmaz, Salih Açar və Vasif Məlikovdur ki, bunlar hansı ki balıqçılıq yarışında qalib olublar və onlara öz təbriklərimizi çatdırırıq.